Əxlaq insanın saxtımanı həqiqətin binayiliyi. Əxlaq həsənə, fəzail əxlaqi. Liza Rəsul-i Əkrəm buyuruyor, Cəbrəil, qardaşım Cəbrəil mənə xəbər gətirdi. Peyğəmbər Cəbrəillə qardaşdır. Hər vaxt gəldi, mudam hey dedi ki, Peyğəmbər, ey Əhməd, arvad yadından çıxmasın. Ehtiram bir xanım yadından çıxmasın. Həm gərək adam olur. Adam görürsən çox qəşəng ibadət edir, itaat edir, amma evində xarab edir. Hamımız xarab edir. Şeyxindən tutdu ya, sadə şinəbəndəsindən. Hamımız xarab. O qədər Peyğəmbər deyir mənə tövsiyə elədi xanımları, hətta zənəndu, hətta belə cəman elədim, kişisinə haramdır ki, xanıma of deyə. Çünki of demək tikan bitirməkdir. Əvvəldə insanın öz ruhu tikan bitirir. Hər of aləmdə insanın öz ruhu tikan bitirir. İnsan özü zərərli, əvvəl zərbəsi insanın özünə deyil. Ki insaniyyəti, insan feyliyyətə çatmayır, insan məqam heyvaniyyətdə qalır. Məqam heyvaniyyətdən səfər edə bilmir. Hətta zənəntu, Allahu Ekber, Allahu Ekber. Peyğəmbərin sözüdür axı. Adlı adamın sözü deyir ki, hətta zənəntu, ən la yəhillə li zovcəha ən yəqulə ləha. Peyğəmbər buyurdu, hər kişi xanımına sili vursa, bir sili vursa, Allah cəhənnəmin sahibinə, o malı ki sahibi cəhənnəmdir, məsuliyyəti var, ona əmr edəcək ki, o kişinin üzünə 70 dənə otun içində sili vursun. İnsan dərununda fironiyyət yatıbdır. Bir mövcud-i lətiflə insan fironiyyətin imtihana çəkir Allah görək, o fironiyyətin insan öldürə bilər, o fironiyyətin insan yerə qoya bilər. Hər kişi xanımına bir sili vursa, Allah əmr edər o malı ki sahibi cəhənnəmdir, fəyəl 70 sili vurar üzünə final-ı cəhənnəm, ateş-i cəhənnəmin için. Çünki bu silini əlan özümüzə vuruyor, orada zuhura gəlir. Səhnəyi qiyamət, səhnəyi zuhur həqaiqdir. Yəni əlan burada özümə otla sili vuruyam. Əlan sili vuruyam özümə. Əlan özümü ya behişdə aparmışam, qərq-i behişdəm, ya əlan özümü aparmışam, qərq-i cəhənnəməm. Müntəha səhnəyi qiyamətdə zuhur və buruza gətirir. O həqaiq görsənək, zərfi qiyamət, zərfi təcəlli və zuhur həqaiqdir. Liza orada əməl yoxdur, hər nə mənə tərcüli. İnsandır və hər nə dünyada eləyibdir, darayisi. Pərverdigar aləm bulandı vuruyor. Mən əslən mələki də gətirib necəyəm səndən hesab olmağa. Kəfa bi nəfsi ki əleykel. Yevmə həsiba ilə sənin öz vücudun, öz nəfsun, bəsli özün hesabına yedir. Çünki hər nəyin görsədə heç sən kimsən də. Əslən niyaz yoxdur səndən hesab alaq. Çünki həsli insan görsədə insan kimdir? Nəyi vardı insanın? O da hamı gələk özün bir gecə vaxtında xəlvət yerdə xanımından, uşağından ayrı öz nəqqaşını çəkəb özünə bir baxa. Öz başına bir döyə. Öz nəqqaşına baxa görə nə eləyirdi? Nə cür nəqqaşı çəkirdi? Kimdir? Hara gedir bu? Hara gedir bu? 50 il, 60 il ömür. Nə tavuk bu insan? Nə eləyib bu insan? Ləzzətdən çıxıb, xudiyyət məniyyətdən, kibridən çıxıb, Firdovsi çox cəlil deyib, cəlil söz deyib Firdos. Deyib, üçü ki dalva səriyirsən, əgər tikandır, özün cəmlədiyin tikan, əgər pərniyandır, özün zəhmət çəkib parçayı ətləq sürüyübsən, hamı baxsın görsün, belinə nə bağlayıbdır? Əuzu billah min müqəttəatın nəyman. Allaha pənah aparıyam cəhənnəm oturma. Allaha pənah aparıyam ki məhzərində şərməndə olam. Allah bu məclisdə, bu ləhzədə istixar eləyəm. Allah səni andırıyam, izzət və istixarımı qəbul elə. Tavbəmi qəbul elə. Allaha yalvarma, Allaha yalvarma. Əhl-i beytin qapısına getmək və təvəssül eləmək əhl-i beytə. Təvəssül eləmək əhl-i beytə. Hər vaxt gördün, ürəyin tutulub deyir, özün özüvə bir roza oxu günə, qapıyır günə, xanımın da eşitməsin.